Resmira xanım, niyə gərginsiniz? Nə baş verib? Sakitləşin. Ürək dərmanı içirsiniz, sizə olmaz. Mənim əsəblənirəm, bilirsiniz nəyə görə? Yalana gözə bilmirəm. Deyir ki, istəmədim, nə bilim, nə oldu? Ay bala, bu torpaqdan bir gün qabaq, torpaq sözündən bir gün. Mən yalan danışmaram, mənim xasiyyətimi bilirsiniz. Mənim evimdə, baxın, kimin üstündə göstərim bu hadisəni mən? Ananın, bax, çənəsini belə eləyir. Gəlmə mənə yaxın. O oturmuşdu koridorda. Allah var göydə. O qız koridorda oturmuşdu. Düzdür ya yox. Dinlə, götür də mikrofonu. Bax o oğlan, indi ana deyən oğul. Bax, anasına. Nifrət edirəm sənə. Ceylan, mənim dalımca gəzmə. Barmağını gözünə soxur deyə. İndi mənə deyərlər ki, paxıl-maxıl. Mən kimi paxıl? Mən yanıram içimdən ki, nə oldu da bu torpaq nəyi dəyişdirdi? Nə cəlallandın sən? Nə cəlallandın sən indi ana deyirsən? Sən indi o... Necə? Mikrofona danış, mikrofona danış. Sənin oğlun apardı. Aslan, bir dənə ver mikrofona. Sənin oğlun apardı. Oruçluq deyə, oruçluqdur. Az danış. İndi cəlallanıb var. Ana. Sonra deyirlər ki, Aslan burada hörmət. Sən ana profil yarada bilməzsən, nə sən, nə oğlan. Sonra deyirlər ki, burada Aslan böylələrə hörmət deyir. Xəstə ana, ay nə bilim cəfakeş ana, fədakar ana, çox uzaqdır. Uzaqdır bu söhbətlər. Çox uzaqdır. Əsbira xanım, mən sizə kəsə net şəkildə biraz cavab verəcəm. Sıfır dərəcəsində. Əsbira xanım, mən sizə kəsə net şəkildə cavab. Bura birinci şou deyil. Bu bir. Mən şov verəndə öyrəm, siz şov mən verirsiniz. kişiyəm ki, heç bir şey qayd eləmirəm. Danışdığınıza fikriniz verin. Bura şou deyil, bura real verilişdir. Burada hamı dərdi sərin dönüşür. Və sizin də danışıqlarınız var, mən özümdən çıxartmayayım. Kim şov eləyir? Emin Navoy, bilirsiniz ki, mən başında biraz problem var. Niyə başa düşmürsünüz bunu? Niyə mənim üstümə yazın? Mən deyirəm, mən Respublika qarşısında kişiyəm. Kimisə şübhəsi varsa gəlsin çıxsın qabağıma.
balamın derdim bilmirsiniz. Vallahi billahi. Bu oruçluk ayran dizinin. Benim balam çok sürünseydi. Çok onu bağışladı. Çok ben de ona bağışladım. Hediyesini aldım. Her şey elədim. Yanıma günde 5 defa haftanın 5 günü ümit verdim. 5 günün haftanın ben onu salona aparırdım. Hamısını da ödürdü bunun. Allah ben şahittim. Hiçbirisi görmemişsiniz ki. Kurban olun. Yetimler anası. Yesinler anası mehribanım benim. Yüreğe kurban olun. Her söze değer veririm. Ama içeridekiler hiç kim görmür. Biz burada çok şey örtürük. Demirik. Ama benim balam tehlikədədir. Qoyun qutarsın. Eğer bu oruç tutanlarımızdan xahiş edirəm. Qoy bu elə üzü sulu ayrılsın geçsin. Benim balamı. Məncə də, Ben məncə də. niye- Yəni ben niye burada bak- məncə bir də kez- mən düşünürəm bir ki, adam- Ceyran bir saniyə. Mən düşünürəm ki, valla belə ailə olmaqdansa olmamaq daha yaxşıdır. Belə ailə olmaz. Valla olmaz. Çünki özləri bir-birlərini istəmədilər. Ceyran Aygün'ü istəmədi, başından istəmədi, indi də istəmir, heç vaxt da istəməyəcək. Alınmadı da, alınmadı. Alo, Alo. Rəqsanədir deyəsən, xəttə olan. Salam əzizim, salam, necəsən? Salam, hər vaxtınız xeyir olsun. Hər kəsi salamlayıram. Ramazan bayramınızı da təbrik edirəm. Bütün tutduğunuz oruçlarınızı Allah Sağ ol qəbul əzizim, eləsin. Sağ ol əzizim, var Və olasan. orada əyləşən bütün insanları salamlayıram. Zaur, mən əslində Ceyran xanıma görə zəng vurmuşam. Və ana mənim üçün o qədər müqəddəs bir hissdir ki, yəni ananı heç bir şey həyatda əvəz eləyə bilməz. Təbii. Mən əvvəla onun oğluna demək istəyirəm ki, sən vaxtında elə bir addım atmalıydın ki, bugün gəlib bax bu situasiyada bu şeylə qarşılaşmamalıydın. Bəli. Vaxtında ananı qədrini bilmək lazım. Bir də mən əslində onun yoldaşına da ürəyim çox ağrıyır. Çünki valideynləri ona sahib çıxmamağına görə çox pis oluram. Qadınlarım biraz bir tərəfləri deyir qırıqdırmı, nə bilim qadınlar zəifdirlər də. Amma qızım mən sənə bir söz deyim. Mənim özümün 4 uşağım var. Çox üzr istəyirəm. Mən müğənniyəm, tanınmış insanam, amma mən qaynanamın ayağını da yuyuram. Evimə gələndə onun qulluğunda da dururam. Mən heç telefon belə ayıb bilirəm ki, ayıbdır da. Dəqiqədə telefonun oyanda danışmayım belə. Ona görə sənin özün vaxt gələcək, sən də ana olacaqsan və sən də qaynana olacaqsan. Anaların qədrini bilmək lazım. Bir də bir söz deyim Ceyran xanım, mən sizə bir söz deyim. Mənim anam sizi çox istəyir. Vallah mən həqiqi sözümdür. Mənim istəyərəm ki, sizi götürüm özüm saxlayım. Bax aparım evimə, sizi saxlayım. Anamla bir yerdə nə lazımdır sizə köməklik eləyim. Əlimdən gəldiyi qədərilə. Oğlunuza da iş köməklik eləyim. Nə lazım olsa mən sizə köməklik eləməyə hazıram. Ağlama, çox da qışqırma orada. Allah sizə uzun ömrü versin. Allah Zarun da bağlarını qorusun. Vəziyyəti burada yaxşı deyil Ceyranın. Biz tam ürəyə getmişdik. Biraz iç Ceyran xala. Yox, içirtmə. Anası ilə birlikdə Rəqsanə Ceyranı bərabər saxlamaq istədiyini söylədi. Bilmirəm, qoy biraz özünə gəlsin. Valla bax anam da deyir ki, gəlsin. Həqiqi Nasıl sözümdür. eşidəndən sonra düzəldin deyəsən. Daha görüm burada. Ürəyim, yaxşı. Oğlunu dişə düzəltmək istəyir Aslanı. Qulaq as mənə. Bax ona da köməklik eləyim. Gətirəm Moskvada iş verək, işləsin. Pul qazansın. Ana bala ikisini də aparırsan. ailəsini qorusun. Allah Vallahi, səndən razı nə olsun. lazımdır? Apar ki lan mənim biraz qulağım pinçəsin. Can. Yaxşı, Nə sakitləşirəm. lazımdır, yəni ki... Ay Allah, Ceyranı mən buraxa sənin- bilmərəm Moskvaya. Hara buraxam? Sənin Moskvaya gördüyün gedirsən bu- ha Ceyran, dayan. Mən bilirəm ki orada da Malaxova çıxacaqlar. Görəcəm ki Ceyran anasından Malaxovdadılar. Bir balaca sakitləşdirin onu biraz sakitləşdirin. Allah Rəqsanə, can sən sağlığı istəyirdin versin. ki Haydi. Moskvaya dəvət eləmək. Valla. Rəqsanə, sən istəyirsən Haydi. Moskvaya dəvət eləmək yoxsa Bəli. Bax, o Ceyran xanımı yerləşdirərəm, mamamla bir yerdə qalsınlar. Mamamın da bu dəqiqə verilişdə sizə baxır, mamam da istəyir. Və lazım olsa ona köməklik eləyərik, gələr burada işləyər, pul qazanar, anasına da kömək eləyər, özünə şərait qurar. Valla çox böyük təklifdir, çox gözəl təklifdir. Həqiqətən çox gözəl təklifdir. Mən düşünürəm ki, inanılmaz gözəl təklifdir. Ürəyinə sağlıq. Sənə təşəkkür eləyirəm, sənə minnətdaram. Sən dəfələrlə olub ki, burada bizim nə qədər... Gəl ürəyim yanıma gəlsin. Siz çəkilin, xahiş edirəm. Mən Ceyranımın yanında heç kim oturmur.
Hə, onu mənim qucağım lazımdır. Çəkilin. Onu mənim qucağım lazımdır. Niyə sən qucağını? Ged otur sən, xahiş edirəm. Ona mən lazımam. O da mənə lazımdır. Ürəyim, şirinim bağlı. Allah səndən də bunların hamısının bu Yaxşı, günlərin sakin. Zaur bu sənin sayəndə bu işlər olur. Yəni sən eləmisən bunları. Sənin əziyyətin böyükdür burada. Valla, yəni sənin əziyyətini itirmək olmaz. Bu hamısı sənin sayəndə olan işlərdir. Allah sənin balalarını saxlasın. Allah sənin canını sağ Var eləsin. olasan, var olasan. O gözəl ürəyinə Öpürəm görə səni. təşəkkür. Mən sənə təşəkkür eləyirəm. Özünün ol, nə qədər yenə də çətinliklərin olmasına baxmayaraq, nə qədər problemlərin olmasına baxmayaraq, həmişə hər kəsə bacardığın qədər əl tutmağa çalışmısan və həqiqətən də mən sənin ürəyini bilirəm. Mən sənə təşəkkür eləyirəm hər şeyə görə. Sağ ol, başına Hər dönüm. şeyə Niyyətlə görə. deyirəm. Bax, nə lazım olsa Ceyran xanıma denən nömrəmi verin, onu yanında tutayım. Öpürəm onu. Can, çox sağ ol əzizim, çox sağ ol. Vəkili var da, Gülnar xanım vəkil verilibdir. Artıq vermişəm də. Nə istəyirsən? Allah səndən razı olsun Can, Zaur. Nə yaxşı. çox sağ ol baxırsan. əzizim, çox sağ ol. Öpürəm Mikrofon- səni, başına dönüm. Çox sağ ol, Allah eləməsin əzizim. Mikrofon nə oldu? Düşünür, Canım, bax qulaq as. düşünürəm ki, yəni bir xeyli müddətdir ki, biz də, siz də istəyirdik ki, yəni bu ailə bərpa olsun, dağılmasın. Yo, Amma bu bitti. qətiyyən mümkün olmayan bir şeydir də. Yəni mən sabahdan artıq belə deyim, yox. mediasiya işlərim başlayacağam. Ondan sonra da nikahın pozulması ilə bağlı məhkəməyə müraciət eləyəcəm. Yəni nə lazımsa rüsumlarına da mən dəstəyəm, rüsumlarını özüm ödəyəcəm. Ehtiyac yoxdur Yox, istəsən. nə istəyirsən? Və Zaur bəy, bir Sözümüz şey var, Zaur. demək istəyirik. Zar sözümüz var, eşidirsən? Nəsə deyir? Bəs də qucaqlaşdın dayı. Paxıllığın tutur. Zaur bəy, yox, Zaur bəy, bir dəqiqə çox üzr istəyirəm. Əziz valideynlər, evladlarınızı atanda bax Aycunun durumunda olur ha. Heç kim o qıza yə durmadı. Heç kim səhv elədikcə səhvlər elədi. Səhv üstünə səhv elədi. Ailə həyatı qurdu, ayrıldı, ailə həyatı quruldu, ayrıldı. Burada hadisələr baş verdi. Çünki niyə? Çünki valideynlər öz övladlarına sahib çıxmalıdır. Bu günləri o qız övladlarına sahib, amma o səhv eləyir. Onun səhvləri var. Elə övladlara sahib çıxmaq olmur. Düzgün sahib çıxmaq lazımdır övlada ki, sabahları bu kimi səhvlər olmasın. İndi nə olursa olsun Zar, mən buradan Aygünün valideynlərinə səslənirəm ki, nə olursa olsun o sizin evladınızdır. Pisdir, hər nədir, sizindir. Qonşunun deyil, sizindir. Ona görə yiyə çıxın. Heç olmasa bundan sonra çox şeylərə səhv addım atmasın. Yəni siz bilirəm ki, baxırsınız. İstəyir bacısı olsun, atası olsun, anası olsun, qohumu olsun, aqrabası olsun. Siz an izləyirsiniz bizimləsən verilişini. Yiyə çıxın. Əlbəttə. Yiyə çıxın. Qanlı bir canlı bir Əslində mən sizə bir evladlarınız şey deyim. Yiyə çıxın deyəndə qızın 18 yaşı yox, 19 yaşı yox. Ay Zaur 35 müəllim. yaşı var. Ay Zaur müəllim. Yekə qadındır. Getsin öz həyatını yaşasın. Öz ayaqlarım üstəyəm. Öz Yox, ağlı var, bilirsiniz, özündə. Yoxdur da, yoxdur. Ağlı yoxdur. Ay Ağlı olsa qardaş, 7-8 elə deyil. nəfərə getməzdi. Siz Yoxdur elə ağlı. danışırsınız ki, bizi elə bil ki, dün balaca uşaqlardır. O yiyə çıx, bu Zaur yiyə bəy, çıx. hamı Adamın eyni 35 sənə yaşı var. görmək olmur. Aslan balaca uşaq. Yenə bizim evlatlarımız. Ceylan balaca uşaq. Yox.